Ölkədə təzə bir moşennik peyda olub. Adı da Finka Bankdır. Yəni TikTokda özünü belə adlandırır. Hansı ki, Mərkəzi Bank ona heç lisenziya da verməyib ki, bank kimi fəaliyyət göstərsin. Digər ölkələrdə bank kimi fəaliyyət göstərir düzdür, amma Azərbaycanda sən bir boksan. Yəni bokdan o tərəfə də keçməyəcəksən. Heç kim də sənə lisenziya verməyəcək. Videolar paylaşır, yalandan üstünə yazır ki, sərəncam imzalandı. Bankda adı qara siyahda olanlar bizə müraciət edə bilər. Yəni burada da sərəncam adətən prezident və baş nazir tərəfindən imzalanır. Güya bunlar üçün xüsusi bir hər hansı bir sərəncam imzalanıb və insanlar artıq ağ günə çıxacaqlar. Bu kimi moşenniklərə inanmayın. Bunlar tamamilə yalandır, cəfəngiyatdır. Onsuz da bankda adı qara siyahda olan istənilən vaxtda müraciət edə bilər. Bununla bağlı heç bir sərəncam falan da yoxdur. Finka Azərbaycan, sən bank deyilsən, sən bank olmayacaqsan.